Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kender kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kenter kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Mümin olanların çoktur cefası, ahirette olur sevgi sefası. 18.000 alemin Mustafa'sı, adı güzel, özü güzel Muhammed. İnşallah önceden olmuş olsa bayramımızın barış olsun, tebrik ediyoruz. Allah inşallah bizleri Ali'nin vilayetinden ayrı salmasın. Okuyacağım ayetleri inşallah cemiyen şehitlerimizin ruhuna ihsan olmağının uzar etmemizden diliyoruz. Muhammed'e salavat ediyoruz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا وجزاهم بما صبروا متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا صدق الله العلي العظيم. الحمد لله حمدا كبيرا واشكره كثيرا وسبحان الله بكرة وأصيلا والصلاة والسلام على عبده ورسوله وحبيبه سيد الأولين والآخرين أبي القاسم محمد صلى الله عليه وآله وسلم الذي أرسله شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه سراجا ومنيرا وعلى إبرته المعصومين الذي أذهب الله عنهم الرجس طهرهم تطهيرا ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أما بعد قال رسول صلى الله عليه وآله وسلم أنا من كنت مولاه هذا علي مولاه صدق رسول. Əzizlərim və girami qardaşlarım, mən inşallah bəndi həqir siz möhtərəm cəmaatın qabağında Kərbəlayı qardaşımızın və fi səbilillah 5 dəqiqə 10 dəqiqə deyib ki, mövzu haqqında, bir tekst haqqında danışam. İnşallah məyi qardaşın xahişinə görə, Qədirqum bayramına görə üzürlü hesab eləyəsiniz. İnşallah bir 10 dəqiqə qədər sizin vaxtınızı alan. Əvvəl tekstə başlamamışdan qabaq, bunu mənim qardaşlar, məddah qardaşlara bir sözüm olacaq inşallah. Amma səminanə qəbul edin. Tabii əmi deyirsiniz, elə əmi kimi də qəbul edin.
Sizin bu təşəbbüsünüz ki, ritmsiz, yəni bu şeyə haram daxil olmadan, şübhə daxil olmadan bu işi icra eləmək təşəbbüsünü götürmüsünüz, bu tədbirə şayan. Çox möhtəşəm bir şey. Bu sizin müəyyən qabiliyyətinizin, istedadının üzə çıxmasına mane olar. Amma ki, sizi güclü qılar. Sizə dəyən zərbə sizi öldürmürsə, sizi sonunda güclü eləyəcək. Ritim bəzi şeyləri məhdudlaşdırıb, onunla yola verirsiniz. Amma bəzi şeylərin də güclü olmasına səbəbiyyət yaradır. Ritmin olmamalılığı zamanda müştəhidlərimiz, böyük alimlərimiz bunu ritimsiz istəyiblər. Ritmin olmağı biraz şübhəli yaradır. Amma siz də buna hər kəs təşəbbüs eləyənməz, eləmsiniz, təqdirə şayandır, davam edin, qorxmayın, çəkinməyin. Amma 3 nəfərsiniz, sintisaz salan qardaşıma da deyirəm, əzizimə, biraz oxunuş yerlərində polisimfonik səslər yerində olmalıdır. Latlara düşəndə majoru, minoru yerində verilməlidir ki, bu harmonik qayda var, onlar düzəlsin, onlar birləşsin. Bu olmalıdır. Və sizin varlığınız bizim bu cəmaatımıza, İmişli rayonunda böyük, belə deyim, imkan verir. Kasıbı var, imkansızı var, 1000 manata, 1200 manata, 1500 manata Bakıdan gətirə bilmir. Elə əslən imkanı olanlar da sizin iştirakınız, sizin bu işləri tərənnüm eləməyiniz, həqiqi mətbuat kimi yetişməyiniz, əlbət ki, ehtiyac olmayacaq gətirməyə. Elə burada var ikən, gedib dağa daşa düşməyə ehtiyac olmayacaq inşallah. Davam eləyin, amma biraz işləmək lazımdır üstündə, sözlərə də diqqət eləmək lazımdır, sözləri də çox işləmək lazımdır. Yəni o yerdəki səhvliklər var, sizə baxırlar, çəkir qardaş. Çəkilən şeyləri aparıb biriləri baxır, ona diqqət edir. Bu da bizim rayonun adınadır, bizim adımızadır. Əli məddahının, Əhl-Beyt məddahının, İslam məddahının adınadır. Buna biraz diqqət eləməyiniz lazımdır. İnşallah da ki, davamiyyəti eləyin, yaxşı olacaq Allahın köməkliyi ilə. İnşallah gələlim Qədir-Xum bayramının üstünə. Biraz başqa aspektdən yanaşacağım, çox qısa. Əgər ki, Qədir-Xum hadisəsi telefonlarımızda, alimlərin danışığında artıq neçə əsrlərdir, böyük alimlərimiz bunun haqqında söz yazıb. Elə bir dənə Əllamə, Allah rəhmət eləsin, Əmininin, İbrahim Əmininin, Allah rəhmət eləsin, qəni-qəni Əl-Qədr kitabı elə kifayətdir. Kifayətdir, müsəlman aləminə bir dənə bu kitab kifayət edir. Amma ki, əgər Qədir-Xum hadisəsi mötəbərdirsə, Qədir-Xum hadisəsi bizə fərzdirsə, vacib halına gəlirsə, əgər ki, Qədir-Xum hadisəsi bu qədər vacibə yerləşibdirsə, onun bu günümüzə inteqra olunması hökmən lazımdır. Qədir-Xum hadisəsi 14 əsr bundan qabaq olubdur. 14 əsr bundan qabaq baş verən bir hadisəni qardaşım oturub burada qulaq asır 2 saatdır. Sən burada göydən danışırsan, məyər burada yer aparır, evdə uşaqlar açdır. Qoy belə danışım, biraz cəmatı görən. Qədir-Xum hadisəsi əgər bu cür təhlil olacaqsa, əgər bu cür interpretasiya olunacaqsa, şərh olunacaqsa, 14 əsr bundan qabaq olmuş bir hadisədir bu. Belədirmi? Hamı mahiyyəti teksti bilir. Hamı tekstdən agahlığı var. Hadisə necə olub, Peyğəmbər cəmaatı saxlayıb, o günün istisində, bugün biraz istiydi, cəmaat dözə bilmirdi. 70 dərəcə istilikdə, o Xum çölündə bu insanları Peyğəmbər, bu cür qabiliyyətin sahibi, yüksək əzəmətli əxlaq sahibi Peyğəmbər bu istidə niyə saxlasın? 1 saat 10 dəqiqə muizə edib orada, xütbə oxuyub. 1 saat 10 dəqiqəlik xütbənin yekuna. 1 saat 10 dəqiqə Peyğəmbər niyə orada danışır?
düşünəndə, fikirləşəndə deyirsən ki, o tək o günün mesajı deyil. Bütün günləri, bütün zamanlarda aktualdır bu məsələ. Bu məsələ hər zamanlarda danışılacaq və yüksək dərəcədə təhlilə, şərhə ehtiyacı var. Bugün hər bir kəs fərdi olaraq Qədirxum hadisəsində özün görməlidir. Senarini Allah yazıb, obrazları Peyğəmbər verib, bugünkü şəxsiyyətlər bu məclisdə və dünyada olan bütün xalqlar nəinki şiyə məzhəbi, dünyada olan azadlığı sevərlər, zülmə qarşı çıxanlar, məzlumu tanıyanlar, məzlumun yanında olmaq istəyən kəslər, haqqı tapdalananlar, haqqı əlindən alınan insanların hamısı bu senaryoda bunlara obraz verməlidir. Bu gələn qardaş bu məsələdə özünə yer tapmasa, obraz almasa, burada 2 saat, 3 saat otura bilməz, bezkəzək. Ki, mənim bugün Qədirxum hadisəsində yerim nədir? Əziz xətib, əziz molla, əziz danışan, əziz qardaşım, əziz məddah, mənə bugünkü yerimi göstər, gəldim, 3 saat çağırdım, oturdum sənin yanında, qulaq astım sənə. Axı, Qədirxumun mahiyyəti nədir? O gün oldu, Həzrəti Peyğəmbərimiz 120 min hacını yığdı, dedi, Peyğəmbər dünyadan köçəndən sonra əhsərin dandılar. İndi mənim işim nədir ki, mən bu Qədirxum hadisəsi üçün mən nə eləməliyəm? 2 cür danışıq var, əzizlərim. 2 cür danışıq var. Biri normativ danışıqdır, biri deskriptiv danışıqdır. Deskriptiv danışıq diskayb olunmağa deyilir. Yəni, mən gəldim və yaxud Hazadil qardaşım gəldi, girdi bu məclisə, baxdı məclisə, dedi bu kolonkalar burada yaxşı qoyulmuyub, bunlar səsləri insanları narahat edir. Biraz qıraqdan qoymaq lazımdır. Oturanlar da elə otururlar bir-birinin üzrə, bunları belə auditoriyada üzbəyiz oturmağı daha yaxşıdır. Məsəl üçün deyirəm, bu cür otuzdurdu. Müəyyən normativləri göstərdiyi Hazadil. Amma bu danışığa deyərlər normativ danışıq. Hazadil qardaş norma qoydu. Normativ göstərdi ki, bunları belə eləmək lazımdır. Deskriptiv danışıq isə nə var, necə var, elə deyilməyə deyərlər. Gəldik, gördük necədir, elə bayraq asılıb, şəkillər asılıb, bunları necə var da bu qardaş çəkir, bir nəfər də yazdı, atdı, Facebook'a paylaşıldı, cəmaat gördü. Bu da deskriptivdir, olduğu kimi. Qədirxum hadisəsinin bir var olduğu kimi danışaq. Necə olubsa 14 əsr bundan qabaq, bütün kitablarda şərh verilir. Bir də var ki, onun normativ, bugün olmalılar. Qədirxum hadisəsi baş verdi, qutardı, indi nə olmalıdır? İndi nə olmalıdır, indi nə eləməliyəm, indi mənə mesaj nədir, mənim boynumdakı mükəlləfiyyət nədir? Mən neyniyim? Aydın olur, qardaş. Bir var tekst əzizlərim, bir də var kontekst. Bu nədir? Tekst mətnin özüdür, əvvəl-axır. Məsələn, Qədirxum hadisəsi necə olubsa oxuduq. Bir də var kontekst, yəni tekstin fonu, arkada baş verənlər. Onlar tekstdə yoxdur, arkada baş verənlər əsasdır. Xətibin vəzifəsi arkada baş verənləri, görünməyənləri göstərməkdir. Görünən olsa hamı görür, hamı oxuyur. Ənə mən kuntu Mevlahu haza əliyyum Mevlahu məşhur kəlam Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və aleyhi və səlləmin mən kimin mövlasıyamsa bu əli onun mövlasıdır. Bu bir dənə cümlə ilə bitmir. Saatlar lazımdır. Bugünə mesajdır. Bugünün möminə mesajdır. Bugünün Allahı, İslamı təbliğ edəyənə mesajdır bu. Ki mən kimin mövlasıyamsa əli onun mövlasıdır. Əzizlərim, Kəbə Allahın evi. Elə, mənə deyin görüm, insanlar Kəbənin ayağına gedir, yoxsa Kəbə gəlir insanların ayağına? İnsanlar gedir Kəbənin ayağına. Elədir mi? İmam da bu cürdür. İnsanlar imamın ayağına getməlidir. Yəni,
Məsələ ayaqdır. İnsanlar imamın buyurduqların, imamın istəklərin, imamın rızasını ölçməlidirlər, imamın yanına getməlidirlər. Əzizlərim, bugün hacılar gedir Kəbənin başına dolanır. Yoxsa Kəbə dolanır insanların başına. Hacılar dolanır Kəbənin başına. İmam Kəbədir. İmamın başına dolanılmalıdır. İmama düşmənçilik eləmək, imamın, Peyğəmbərin, Allahın rızasına düşmənçilik eləməklidir. Bugün globalistlərin dünyada gördüyü işlərin başında duranlardan biri budur. İmamət deyilən funksiyalı bir təşkilatı deyim, bir ilahi vəzifəni deyim, neytrallaşdırmaq, insanların şuurundan, şuur altından, əqidəsindən bunu çıxardım, şiyyələrin əlisi eləyim. Məhdudlaşdırmaq var, kəsmək var, balacalaşdırmaq var. Bunlar onların çoxdankı işləridir bizə qarşı. Onların institutları var, bu haqda bizim heç nəyimiz yoxdur. Onların institutları işləyir, əlini necə kisildək, Peyğəmbəri necə kisildək, İslamı necə kisildək, əslində məqsəd İslamdır, ha. İndi tekst əlimizdədir, kontekstdə çalışmaq lazımdır. Bugün əgər Qədir-i-Xum hadisəsin mən istəyirəmsə, Qədir-i-Xum hadisəsinə riza göstərirəmsə, onu özüm üçün haqq bilirəmsə, 14 əsrdən qurtarmaq, bu var, bu mövcud olandır. Mövcud olanla əlləşmək artıq bizə ilahi rizanı qazandırmaz. O vaxtı Peyğəmbərin boynunda vəzifə idi ki, ya Rəsul, sənə nazil olanı çatdır. Peyğəmbər təbliğ ayəsində, mübarək təbliğ ayəsində çatdırdı. İlahi əmr gəldi. İndi bugün bizə gələn əmr nədir? O gün düşmənlər var idi. Bugün də düşmənlər var. Müasir dünya, çağdaş dünyamız globalistlərin əlində, güclərin, qüdrətlərin əlindədir. Sənin, mənim bu mikrofona imkanımız var, bu aparaturya imkanımız var, 30 nəfərlik məclisə imkanımız var. Onlar dünya informasiyasının hamısı əlindədir. Sən bir dənə Qədir-i-Xumda, ildə bir dəfə Qədir-i-Xum hadisəsini yad edirsən. Onlar Qədir-i-Xum hadisəsini senari yazıblar. Qədir-i-Xum nə? Qədir-i-Xum Xanım Fatimə-i Zəhranın şəhadəti. Qədir-i-Xum nə? Qədir-i-Xum Həzrət İmam Hüseyin əleyhissalamın Kərbələdəki müsibbəti. Qədir-i-Xum nə? Qədir-i-Xum mahiyyət baxımından Aşura, Ərbəyin. Qədir-i-Xum ilkidir, əvvəlidir. Peyğəmbər ona görə əlini qaldırdı ki, bu əli mən kimin mövlasıyamsa, bu əli onun mövlasıdır. Yəni, budur, bundan başqası deyil. Peyğəmbərə söz yox idi mi? Peyğəmbər sözdən tapırdı mı danışmağa? Peyğəmbər adam tapırdı ki, göstərə, insanlara nişan verə. Sənə bugün mənə Peyğəmbər nişanıdır, Peyğəmbər əmanətidir. Əlinin özü yox, ha, qardaş oxuyur. Əli. Əlinin amalı, əlinin istəkləri, əlinin varlığı bugün əlinin amalında yaşayır. Allahın salamı olsun ona. Əlinin amalını yaşada bilmirəmsə, mən Peyğəmbərə də müxalif olmuşam, Əliyə də müxalifəm. Məclisdə nə qədər canəm deyirəm, Əli canəm. Gördüyüm işlər o deyil. Əzizlər, obyekt, buna fəlsəfətlər nomen deyirlər də, nomen, birdir, fenomenal baxışlar. Obyekt dəyişməz. Obyekt Əli'nin Qədir-i-Xum hadisəsidir. Ha tərəfdən baxsın, o əzəməti görəcəksən. Amma fenomenal baxışlar fərqlidir, subyektli baxışlar fərqlidir. Bugün Vəhabi Qədir-i-Xuma büzür baxır. Hristiyan büzür baxır, Yahudi büzür baxır. Allah'ı tanımayanlar da büzür baxır. İçimizdə bizim eyni məzhəbdə olan qardaşlarımız, bacılarımız da var ki, onların da bir baxışları var. Hərənin bir baxışı var Qədir-i-Xum hadisəsinə. Sən, mən kimsəni məcbur edə bilmərəm, sən budur ol.
Mən desəm də o olmayacaq. Hə, obyekt Əlidir, Peyğəmbərdir, Qədir-Qum hafizəsidir. Allah nişanı verib, tablonu asıb, şuarı veribdi orada. Və bütün zamanlarda aktual olan işlər o fonda, o kontekstdə görülməlidir.